Salam əziz izləyicilər, xoş gördük kanalımda. Bugün mürəbbəli keks hazırlamışam. Mən deyərdim ən asan, ən az ərzaq aparan və tez, rahat hazırlanan kekslər sırasındadır bizim bu keksimiz. Hazırlamaq üçün bizə lazımdır, deməli 1 stəkan mürəbbə. Mən burada gül mürəbbəsindən istifadə eləmişəm. Yəni siz istəsəniz istənilən mürəbbədən istifadə eləyə bilərsiniz. Hətta mürəbbənin dənələri qalmayıbsa suyundan da istifadə eləyə bilərsiniz. Əlavə edirəm qabımıza mürəbbəni. Ayrı bir qabda 70 qram kərə yağını ayırmışam. Bunu sonda istifadə edəcəm. Mürəbbənin üzərinə 1 çimdik duz, 1 çay qaşığı da soda əlavə edib qarışdırıram. Qarışdırdıqdan sonra əziz xanımlar, mən bura 2 ədəd yumurta əlavə edirəm. Yumurtaların ölçüsü böyük ölçüdür. Yəni ağlı sarlı istifadə edirəm. Yumurtanın ölçüsünü ona görə qeyd edirəm ki, böyük yumurta olduğuna görə mən burada 2 stəkan un istifadə edirəm bu keksimizə. Məsəl üçün siz əgər yumurtalar normal ölçüdədirsə və yaxud balacadırsa, siz stəkan yarım un istifadə edə bilərsiniz. Yəni 2 stəkandan az un istifadə edə bilərsiniz ki, keksiniz daha yumşaq alınsın. Yumurtalar iri olduğuna görə mən 2 stəkan tam burada unu istifadə elədim bu keksə. Sonda da ununu qatandan sonra da üzərinə 70 qram ki kərə yağı ayırmışdım. Onu mikrosobada əridirəm. Unu qatandan sonra xəmirin üzərinə 70 qram kərə yağını da əlavə edib qarışdırıram. Burada demək istəyirəm ki, adətən keks hazırlayanda əvvəlcədən şəkər tozu, yumurta, nə bilim qabartma vanil, yağ vurulur, sonda un vurulur. Amma bizim bugünkü keksimizdə isə ununu qatandan sonra ən sonda yağını əlavə edirəm. Onda da elə bil keksin tərkibi biraz başqa cür olur. Yəqin ki, özünüz hazırlasaz bilərsiniz mən nə demək istəyirəm. Yağı da əlavə edib tamam yedizdirirəm bu xəmirə. Daha sonra keks qabını yağlamışam və biraz un səpmişəm ki, yapışmasın. Xəmiri yerləşdirirəm qaba. 170 dərəcəli qızdırılmış sobada alt-üst bişənə qədər, qızarana qədər daha doğrusu bişirirəm. İndi sizdə belə bir qab yoxdursa problem deyil. Başqa bir qabda, tavada, listə hazırlaya bilərsiniz. Amma qeyd edeyim ki, bizim bu xəmirimiz hardasa, yəni çox böyük tavada yox, keksimiz yaslı olmasın deyə uzaqbaşı 20 diametri zatda belə tavada bişirə bilərsiniz. Bunu da sobaya ötürəndən sonra, deməli keks sobada biraz qalandan sonra həm rəngi dönür qızarmaq kimi, həm də həcmi çox artır. Adam onda allana bilər ki, bişib. Yəni o cür götürmək olmaz. Hökmandır ki, bunu şiş çöplərlə, taxta çöplərlə daha doğrusu yoxlayasınız ki, bişib bişməməyindən əmin olmaq üçün. Çünki mürəbbəli olduğuna görə keksimiz biraz, yəni elə şişən kimi ki, qızarıb ki, bişdi, elə deyil. Mütləqdir ki, biz onu çöplə yoxlayaq, bişib bişməməsini. Daha sonra sobadan çıxardaq. Sobadan çıxartdıqdan sonra üzərinə şəkər pudrası ələyirəm, amma keksimiz soyuyandan sonra. İsti-isti eləmirəm ki, şəkər pudrasının üzərində şəkər pudrası yapışqan kimi belə yaş olub, lata-lata ləkə kimi qalmasın. İndi siz istəsəniz, məsəl üçün üzərinə şokolad əridib axıda bilərsiniz. Məsəl üçün icing istifadə edə bilərsiniz üzəri üçün. Kəsirəm, servis edirəm. Gözəl keksimiz alınıb, maraqlı rəngi var. Ətri o qədər gözəldir ki, təsəvvür edin. Mən bura vanil istifadə eləməmişəm. Ona görə ki, öz ətri çox gözəldir. İnşallah ki, bəyəndiniz. Bəyəndinizsə bəyənmə düyməsinə toxunmağı unutmayın. Hələlik.